ავტომობილის ანგლისის აფორმებასა და რეექსპორტის გამართლებული პროცესი. ავტომობილის განთავსება სპორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 ექსპორტის გამართლებული პროცესი ტრანზიტული აქციის დაცვა. დეტალებისთვის დაგვრჩით ნომერზე 02 Yok kurdum da İncili. gözü otomatikte. O zaman basit oldu. İncili. Reklamlar tutarına sorar. Drora. Ben sahneze koyan misafiriz. Ben hapset reklama radyo markası. Ben niye çıkmayı biznes servis ahari şekilde. Peki hutişi. Sırat sıra otri. Otri peki huti. Salam hörmətli Radio Manoli dinləyiciləri. Sizi bugün yenidən mən Rübabə Muxtarova Radio Manoli'nin canlı efirində Bir Həyat Hekayəsi radio proqramında salamlayıram əziz dinləyicilər. Bugünkü bizim qonağımız gənc şairimiz, yəni belə demək olar məncə, Bayramov Rəsuldur. Salam Rəsul, xoş gəlmişsən. Salam Rübabə xanım, xoş gördük. Rəsul, sən biraz dinləyicilərimizə özünü təqdim edə bilərsənmi? Əlbəttə ki, əvvəla hər kəs salamlayıram. Mən Rəsul Bayramov, Bolnis rayonunun Kəpənəkçi kəndində anadan olmuşam. 2004-cü ildə 21 yaşım var. Hal-hazırda Tbilisdə təhsil alıram universitetlərin birində və 3-cü kurs tələbəsiyəm. Son bir ilim qalıb. Eyni zamanda Allahın verdiyi istedad olan şairliklə də məşğul oluram. Yəni şeir yazıram, özümə aid şeirlərim var və düşünürəm ki, bu ilin sonuna qədər ya gələn il 2027-ci ildə Allah izin verərsə ilk şeir kitabımı nəşr etdirməyi düşünürəm. Uşaqlığın harda, necə keçib? Mənim uşaqlığım biraz maraqlı keçib. Mən dediyim kimi Kəpənəkçidənəm, oradan anadan olmuşam və biz dağda, binədə olmuşuq uşaq vaxtı. Bizim belə deyim, mal, qara belə heyvanlarımız olub. Nənəmlə, babamla dağda olmuşam, binədə böyümüşəm. Uşaqlığım orada keçibdi. Təbii bir şəraitdə, gözəl bir mühitdə. Ondan sonra kənddə, kənd həyatı, evdə, nə bilim belə. Ondan sonra da yavaş-yavaş irələdikcə rayona biraz ayaq açmışam, oradakı kurslara, biraz tanışların yanına. Ondan sonra Marneoliyə hazırlığa gəlmişəm. Ondan sonra da Tbilisidəki olan həyat yolculuğu mənim belə başlayıb. Ailənin sizin həyatınızda necə təsir olub ailənizin? Əlbəttə ki, bu aydın məsələdir ki, hər bir insanın həyatında ən böyük rolu, ən böyük təsiri onun ailəsi bəxş edir. Onun ailəsi ona arxadaya olduğu müddətcə, onun yanında olduğu müddətcə mən belə düşünürəm ki, bir insanı heç bir kəs yıxa bilməz, heç bir kəs onun qarşısını ala bilməz. Mənim ailəm də uşaqlığımdan sağ olsunlar, həmişə yanımda olub. Atam, anam, nənəm, babam, qardaşım, bütün yaxın qohumlar, hamısına dərin təşəkkürlərimi bildirirəm. Belə deyim, mən universitetə hazırlaşan zamanlarda mənə demədilər ki, hansı universitet oxumaq istəyirsən, hansı bölüm oxumaq istəyirsən. Sadəcə dedilər ki, sənin ürəyinc olsun, çalış, istədiyin hazırlığa get, arxan dayıq, sənin ürəyinc olsun hər şey. Eyni şəkildə də uşaqlıqda məsələ istədiyim bir şeyə yox demirdilər. Çünki bilirdilər ki, mən düşünərək deyirəm, hər sözü belə deyim, düşünərək istəyirəm. Ona görə də ailəm mənə qarşı gəlməyib, sağ olsunlar. Əksinə hər zaman yanımda olublar, əllərindən gəldiyi qədər. Elə bu günün özündə də hər zaman dəstəklərini bildirirlər, ən xırda bir şeylə də yanımdadılar. Ona görə də düşünürəm ki, ailəsi yanında olan heç bir kəsi, yəni yıxmaq, məğlub etmək ya da motivasiya salmaq məncə mümkün deyil. Düzdür. Ümumiyyətlə həyatında dönüş nöqtəsi olan bir hadisə varmı? Nədir ki, belə bir hadisə var? Mən belə deyərdim ki, mənim həyatımdakı dönüş nöqtəsi mənim universitetə gəlməyim oldu. Çünki universitet həyatı kənd həyatına heç bir cürə bənzəmir. Çünki ailəndən uzaq, dostlarından uzaq, yeni bir həyat, tamamilə özünə bağlı olan qərarlar var. Hansı ki, o qərarları düzgün düşünüb, düzgün verməlisən. Yeni dostluqlar, tanımadığın insanlar, bilmədiyim bir şəhər, Tbilisiyə yeni köçən vaxtlarım yadıma düşür. Yəni, hazırlıqda oxuyan vaxtlar tanımırdım, ancaq dərs, ev,
bir də işə gedirdim. O zamanlarda marketdə işləyirdim. Yəni aydın məsələdir ki, tələbə işləyir. İşləmədən biraz çətindir bu zamanda keçinmək. Yəni dönüm nöqtəsi mənim üçün universitetə gəlməyim, Tbilisiyyə yerləşməyim oldu. O gündən sonra da mütəmadi olaraq kəndə yenə də gedib gəlirəm, amma artıq demək olar ki, 4 ildir Tbilisinin özündə yaşayıram universitetlə əlaqədar olaraq. Universitetin də müəyyən çətinlikləri olur, istər iş həyatında, istər təhsil həyatında, çünki biraz universitet professorları, müəllimləri biraz çətin insanlara rast gələ bilirsən, biraz yaxşı insan da ola bilir ona görə. Və imtahanlar, stres və özümüzün verməli olduğumuz bəzi qərarlar var ki, hansı ki o qərarları dediyim kimi, yəni dəfələrlə düşünməliyik, 100 dəfə ölçüb, bir dəfə biçməliyik ki, o qərarlardan sonra bizə bir mənfi təsərrüat gəlməsin. Çünki o yanlış qərar bir tək bizim üçün yox, bizə güvənib, bizi oraya göndərən ailəmiz üçün də mənfi bir işdir. Yəni, həyatımın dönüş nöqtəsi mən belə deyərəm ki, mənim kənddən Tbilisiyyə şəhərə köçməyim oldu. Yəqin ki, məsələn, indiyə qədər verdiyin, məsələn, qərarlar içində ən önəmli qərar sənin üçün nə olub? Məncə də təhsil almağım mənim üçün ən böyük qərar olub. Çünki həyatımın dönüş nöqtəsi oldu dediyim kimi və yeni tanışlıqlar, yeni əhatə, yeni həyat tərzi öyrənməyə başladım. Artıq belə deyim, həm kənd həyatı, həm şəhər həyatı, iki həyatı eyni anda yaşayıram. Mən belə deyərəm. Çətinliklərin də elə bunlar olub yəqin ki, yoxsa? Bəli, müəyyən çətinliklərə rastlaşmışıq, istər universitetdə imtahan barədə, istər kirayə ev tapmaq barədə, çünki son zamanlarda biraz çətinləşdi vəziyyət və bundan sonra iş həyatında müəyyən yerlərdə işlədik bu günə qədər, dediyim kimi müəyyən çətinliklərlə üzləşdik. Yəni insan əsas odur çətinliklərlə başa çıxa bilsin. O çətinliklər yəni hər an ola bilər, hər yerdə ola bilər və var da, olur da. Önəmli olan insanın o çətinlikləri keçməsidir, keçməyi bacarması və bu çətinliklərdən bir dərs almasıdır ki, çünki bu çətinlik bu gün oldu, bitdi və sabah, birisi gün yenidən eyni biz çətinliklərlə qarşılaşa bilərik. Düzdür. Bax, məsələn, mən bilirəm ki, sən şeir yazırsan, deyilmi? Yəni, bu şeir yazmağa, məsələn, səni, məsələn də, ruhlandıran nədir? Mən belə deyərdim ki, mənim saza, sözə, şeirə, qəzələ marağım tam uşaqlıqdan olub, məktəb vaxtlarımdan. Bizim qohumlarımızdan da var şairlər, şeir yazar. Məsəl üçün, bu il, keçdiyimiz ildə ilk şeir kitabını nəşr etdirdi Şair Biləli Bayram və bundan başqa qohumlardan yenə olub şeir yazmaq qabiliyyəti olanlar və bizim evdə də şeirə, sözə önəm verilir. Mənim babam gəncliyində çox kitablar oxuyurmuş. Yəni, hər gün fərqli kitablar oxuyurmuş, Sovet dönəmində də. İndi də yenə televizorda həmişə baxanda o cür maarifləndirici kanallara baxır, şairlərin çıxışlarını izləyir. Mən də uşaq vaxtdan, məktəb vaxtdan dediyim kimi şairlərə, şeirə, sözə marağım olub. Məktəb vaxtı ədəbiyyat kitablarında hətta bizim keçmədiyimiz şeirləri bilə oxuyurdum, maraqlanırdım. Şairlərin həyatından istər Səməd Vurğun, Zəlimxan Yaqub, Nizami Gəncəvi, Aşıq Ələsgər və bir çox şairlər və bir çox şeiri, qəzəli məktəb vaxtdan öyrənmişəm. İndi zaman keçdikcə bəziləri unudulur, yerinə başqalarını öyrənirsən, amma maraq uşaqlıqdan ta dediyim kimi məktəb vaxtından var idi. Hansısa bir şeirini bizə deyə bilərsən? Bəli, deyərəm, burada şeir çoxdur deməyə. Mən istərdim ki, bir şeir nəzərimdə çatdırım. Deyir ki, ən dərin olan təmiz duyğuların, həm şirin, həm də acı qayğıların, sevən sinəsindəki yanğıların, yar əsli mənəm, külü, közü mənəm. Sevənlərin düz danışan diliyəm, çıxmışam eşq yoluna su çiliyəm. Mən də bir yara yaram, sevgiliyəm, sevənlərin eşq adlı sözüm mənəm. Sevgi ilə gül açan bu dağların, o lalə nərgiz yetirən bağların, mənbəsi eşq olan buz bulaqların, heç tutulmaz gül axan gözüm mənəm. Çıxmışam yara dağlarda gül dərərəm, yar istəsə əmanət qəlb verərəm. Ən dərindən, saf ürəkdən sevərəm, eşq yolunun əyrisi düzü mənəm. Rəsulam, yardan ayrı qala bilməm, yarı olmasa nə dayanmam, nə dözə bilməm. Könül verib səndən özgəni sevməm, bil ki, saf məhəbbətin özü mənəm. Aferin. Yəqin ki, sən bəxtlə adlarını çəkdin, yəni ilham verən insanlar sənə çox olub həyatında. Ən məsələn, onlardan ən önəmlisi necə deyim, kim olub yəni sənə ilham verən?
Əslində hər biri çox önəmli şəxsiyyətlərdir. Hər birinin şeirlərini, sözlərini, çıxışlarını çox sevərək oxumuşam, izləmişəm. Elə bu günün özündə də. Amma mən belə deyərdim ki, Zəlimxan Yaqub yaradıcılığı mənim həyatımda bir dönüm nöqtəsi ola bilər. Çünki onun fərqli kitablarından oxumuşam, fərqli şeirlərini əzbərə bildiyim və dəfələrlə oxumağı sevdiyim, oxudum. Oxumaqdan bezmədiyim şeirləri çoxdur. Hansı ki, Zəlimxan Yaqubun çıxışı saatlarla belə olsa, insan ona baxanda, belə deyim, yəni heç yorulmur, bir dəfə of demir. Sadəcə istəyirsən ki, izlədikcə izləyəsən. Çünki insanda elə bir danışıq, elə bir söz qabiliyyəti, elə bir söz biliyi bazası var idi ki, o insanda söz tükənmirdi. Ona görə. Hansısa bildiğin bir şeiri var mı Zəlimxan Yaqubun? Bəli, Zəlimxan Yaqubun çox şeirlərini bilirəm. Bunlardan bir şeiri var, hansı ki, Ola adında bir şeiri var, deyir. Dəlib deşir ürəyi, dərd ürəkdə qalanda, dərdləşmək gözəl işdir, dərdini duyan ola. Ürəyindən keçəni gözlərindən oxuyan, sənə ömrünü verib, vaxtını qıyan ola. Qayğılar sığal çəkə könül adlı sazına, naz səpəsən dünyaya, dünya dözə nazına. İnsan qibləyə dönə, durasan namazına, sirinə yaxşı sirdaş, qəlbinə həyan ola. Hökmü sənə yar ola, dəqiqənin saatın, nuruna çevriləsən bu nurlu kainatın. O qədər şirinləşə ömrün, günün, həyatın, nə sən doymaq biləsən, nə səndən doyan ola. Yalan, zülmət, qaranlıq, doğru səhər, doğrudan, danışasan doyunca həqiqətdən doğrudan, nə ruhunu sarsıdan, nə başını ağrıdan, nə də dediyin söz üstə dərini soyan ola. Bu və bunun kimi bir çox şeirləri var Zəlimxan Yaqubun, hansı ki, bir bətdə başqa bir şeirindən deməyə olarsa deyir. Şair olan neylər evi eşiyib, başı üstə tanrı çəkər keşiyi. Mən özüməm məcnunların beşiyim. Səhradayam, qumdayam, yanmışdayam. Yəni şair burada sözünlə, sənətinlə, öz bacarığınla hər yerdə olduğunu, həmişə olduğunu və şair olan kəsin Allah da yanında olduğunu bildirir. Düzdür. Həyatda ən çox dəyər verdiyin şey nədir? Məncə həyatda ən çox dəyər verdiyim şey mənim ailəmdir. Çünki göz açandan ailəmdə gördüyüm münasibət, istilik məni ailəmə günü-gündən daha çox bağlayır. Eynilə 4 ildə artıq ailəmdən uzaqda yaşasam da, həmişə ürəyim ailəm üçün atır və vaxt tapdıqca, zamanım olduqca kəndə ailəmin yanına gedib gəlirəm. Gedib gəlmədiyim vaxtlarda, dərslə, işlə, alındıranmadığım vaxtlarda isə gündə bir neçə dəfə telefon danışıqlarımız olur evdəkilərlə. Bəs sən ayaqda tutan ən, məsələn, əsas prinsip nədir? Ayaqda tutan məni ilk öncə ailəmdir. Çünki onların mənə olan güvəni, mənə olan inamı məni ayaqda qalmağa belə deyim, vadar edir. Məni məcbur edir ki, mən yıxılmayım qarşılaşdığım çətinliklərlə və bundan əlavə olaraq hər bir insan kimi mənim də müəyyən planlarım var gələcək üçün. Məsələn, universiteti bitirdikdən sonra başqa bir professiya ilə məşğul olmaq istəyirəm, başqa bir universitetdə başqa bir təhsil almaq istəyirəm, hansı ki, onu uşaqlıqdan istərdim, sadəcə qismət belə oldu, başqa bir bölüm oxudum. İngilis dili filologiyası oxumağı həqiqətən çox istəyirəm və düşünürəm ki, universiteti bitirdikdən sonra və ya bitirmədən belə olsa çalışıb başqa bir universitetə eyni anda qəbul olub və başqa bir universitetdə İngilis dili filologiyası bitirmək istəyirəm. Uşaqlıqdan xəyalım olub, müəyyən İngilis dili çıxışlar izləmişəm, müəyyən çizgi filmlər izləmişəm. Marağım əvvəlcədən olubdur. Düşünürəm ki, belə şeylər insanı ayaqda tutur və bundan sonra əgər Gürcüstanda olmasa belə, gələcəkdə, məsələn, Avropada işləmək ola bilər, gedib təhsilim orada davam edib, gəlib Gürcüstanda həyatıma davam edə bilərəm. Yəni, bu cür düşüncələr motivasiya edir məni həmişə və qarşılaşdığım çətinliklərlə də, belə deyim, mənə mübarizə aparmağa həmişə kömək edir. Lap yaxşı. Boş vaxtlarında nə məşğul olmağı xoşlayırsan? Mən dediyim kimi həm oxuyuram, həm işləyirəm. Amma bundan əlavə boş vaxtlarımda dediyim kimi şeir, qəzəl oxumaq çox sevirəm. Qəzəlləri həqiqətən sevirəm və bəzən elə olur ki, çıxıb bir yerdə gəzirəm. Ya uşaqlarla, ya tək Tbilisdə hansısa bir parkda, ya Lisi gölünün ətrafında biraz gəzirik, təmiz hava alırıq. Özümüzü, belə deyim, təbiətin tam əhatəsinə buraxırıq. Təbiətin təmiz havası, quşların səsi ruhumuzu dincəldir. Çünki günlük həyatda istər-istəməz hər an yəni müəyyən stresslər, çətinliklər bizi yorur, ruhdan salır. Amma həftədə bir neçə dəfə belə olsa, 1 saatlıq, yarım saatlıq bir gəzinti, bir dincəlmək, internetdən, sosial mediadan uzaq qalmaq, yəni həqiqətən bizi çox gözəl motivasiya edir və boş zamanlarımda elə edirəm. Ümumiyyətlə, məsələn,
Gələcək üçün yəqin ki, bir planın, bir arzun var yəqin ki. Bəli, əlbəttə, universiteti bitirdikdən sonra dedim, başqa bir universitetdə oxumaq istəyirəm. Elə olmasa belə, ya öz oxuduğum ixtisas üzrə işləmək, ya da ki, başqa bir ixtisas üzrə də ola bilər, niyə də olmasın, insan istədikdən sonra yəni hər şey eləyə bilər. Və mənim dediyim kimi düşündüyüm, istədiyim bir şey var hal-hazırda ki, ya bu ilin sonuna kimi, ya 2027-ci ildə, gələn il, ilk şeir kitabını nəşr etdirmək istəyirəm. Artıq düşünürəm ki, müəyyən qədər şeirlərim yığılıb, evdə, istər telefonda, istər dəftərlərdə, bunları artıq cəmləşdirib, məncə bir ömrümün ilk xatirəsi, ən əziz xatirələrdən biri olaraq artıq nəşr etdirməyin vaxtı gəlib çatıb deyə düşünürəm. Lap yaxşı, ümid edirik ki, bu arzunu yerinə edəcək. Təşəkkür edirəm. Bəlkə yenə də bir şeirlərlə bizə deyəsən. Əlbəttə, niyə də olmasın, mənim üçün də xoşdur. Bir şeirim də var, deyir ki, gəl nəzər sal, diqqət elə, bəyan olan ya sir nədir? Doğru danış, haqqı söylə. Bil, qiblə nədir? Pir nədir? Doğru baxıb doğru görsən, sevgidən çələnglər hörsən. Doğru haqqı sayı bilsən, bilərsən 100-də 1 nədir? Unudularsan anmasan, vətən oduna yanmasan. Hər sözə inanmasan, bilərsən saf nədir, nədir? Gəl sökülmə ilmə ilmə, aciz baxışla döyülmə. Hər nahaq sözə əyilmə, çaqqal nə bilsin şir nədir? Rəsul, bu dünyaya çox bağlanma, hər kəsə inanma, aldanma. Gəl bu dünyaya çox da bağlanma, unudarsan qəbir nədir? Lap yaxşı, çox sağ ol. Bax, özün də məsələn gəncsən, bax, öz həmyaşıdlarına, səndən gənc olanlara, yeniyetmə uşaqlarına nə məsləhətin, nə tövsiyən, arzun olardı? Mənim tövsiyəm o olardı ki, milli adət-ənənələrimizə bağlılığımızı daha da möhkəmləşdirək, daha da möhkəmləndirək. Çünki insan keçmişini unutsa, düşünürəm ki, o insan gələcəyə baxa bilməz. Çünki bizi gələcəyə bağlayan məhz bizim arzularımız, xəyallarımızdır. Qarşılaşdığımız çətinliklərlə heç bir vaxt məyus olmamalıyıq, heç bir vaxt planlarımızdan vaz keçməliyik, başqa bir yolda deneməliyik. Və düşünürəm ki, təhsillərini həmişə ilk növbədə tutsunlar. Çünki təhsil gələcəyin qarantiyasıdır, belə deyərdim. Bizim üçün təhsil önəmlidir, nə qədər olsa və keçmiş bağlılıqlarımızı unutmamalıyıq. Keçmiş nəsillərimizə, tariximizi həmişə ağlımızda tutmalıyıq və həmişə gələcəyə ümidlə baxmalıyıq. Hər kəsə tövsiyəm odur ki, motivasiyanızdan, öz müsbət enerjinizdən heç vaxt əl çəkməyin, daha da çalışın, yıxıldıqca qalxmağı öyrəşin, çəkişmədən bərkişmək olmaz deyirlər. Yəni, hər zaman irəliyə baxmaq lazımdır. Hər kəsin çətinlikləri olur, istər qız, istər oğlan, istər ailə həyatında, təhsil həyatında, iş həyatında. Önəmli olan öz qərarlarımızı verməliyik, öz qanunlarımızı özümüz həyata keçirmək, özümüz haqqında müəyyən qanunlar qoymalıyıq ki, bunu belə etməliyik. Və hər zaman da bu qanunlara əməl etməliyik, riayət etməliyik. Çünki bizi gələcəyə aparan yol bugündən başlayır. Düzdür. Bax, məsələn, əgər sən elə də məsələn özün də gəncsən, bir də məsələn birdən geriyə baxmaq istəsəydin, məsələn, nəyi fərqli etmək istəyərdin və yaxud da fərqli edərdin? Yəni, dediyim kimi, mən başqa bir ixtisasda oxuyuram, düşündüyüm ixtisasda. Keçmişə dönsəm, başqa bir ixtisas seçərdim. İxtisasımdan da razıyam, amma onu seçmək daha çox mənə doğma gəlir, belə deyim. Bundan əlavə olaraq müəyyən tanışlıqlarım oldu, məsəl üçün yaxşı və ya pis. Əgər keçmişə qayıdıb özümə məsləhət verə bilsəydim, 1 saatlıq vaxtım olsaydı, özümlə danışardım, dərdləşərdim, gələcək haqqında, verməli olduğum mühüm planlar, qərarlar haqqında özümlə danışardım və doğru yolu özümə göstərməyə çalışardım ki, bəzi insanlar var, onlardan uzaq dur, bəzi insanlar var, onlarla daha yaxın olmağa çalış, çünki onlar sənin üçün daha yaxşı olanı düşünürlər, sənin haqqında mənfi bir fikirləri yoxdur. Keçmişə dönsəm özümlə 1 saatlıq gözəl bir söhbət etmək istəyərdim. Lap yaxşı, lap yaxşı. Bəlkə bizimlə bölüşmək istədiyin nəsə bir həyatına bir hekayə var, balaca məsələn nəsə bir. Düzdür, bu sualların cavabı elə özü hər biri bir hekayə idi. Çox gözəl də cavablar verdin, çox sağ ol. Bəlkə nəsə yenə bölüşmək istədiyin bir şey varmı? Əslində hekayə çoxdur, danışmağa o qədər xatirə var, gözəl günlər, pis günlər var, danışsaq bir dastan olar, bir kitab olar.
Amma başqa bir günə saxlasaq məncə daha gözəl olar. Əgər elə bir imkanımız varsa. Lap yaxşı. Hə. Çox sağ ol bir daha. Rəsul, çox sağ ol ki, gəldin. Mənim dəvətimi qəbul elədin. Çox sağ ol. Bizimlə bölüşdün öz həyatını. Suallarımıza cavab verdin. Çox sağ ol. Təşəkkür edirəm sənə. edirəm sizə və bütün Radio Marneoli əməkdaşlarına dərin təşəkkürlüyümü, minnətdarlığımı bildirirəm ki, belə gözəl bir gündə, belə gözəl bir yerdə məni qonaq etdiniz, məni bura gəlməyə layiq gördünüz, müəyyən vaxtınızı ayırdınız, məsəl üçün mənim üçün əziyyət çəkdiniz, ya suallar hazırlamaq, ya dediyim kimi müəyyən işlərinizdən geri qalıb bura gəldiniz, eyni ilə mən də yox deyə bilməzdim sizə, çünki bu günün gözəlliyi mənim həyatımda elə bir xatirə olaraq qaldı ki, bu xatirə düşünürəm ki, son bir günümə qədər mənim ağlımda olacaq ki, mən tələbə vaxtında belə bir radio kanalında ilk dəfə radioya çıxışım Rübabə xanımla olub, Marneoli radioda olub və sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm və düşünürəm ki, gələcəkdə niyə də olmasın yeni görüşlərimiz, yeni söhbətlərimiz ola. Hansı ki, bu sözlər, bu söhbətlər yəni adi bir danışıq olaraq tarixdə qalmadı. Bizimlə yaşayacaq, ən əsası mənimlə gələcəyə gedəcək, gələcək çıxışlarımda vurğulayacağım, gələcək həyatımda qarşılaşdığım insanlara danışacağım, gözəl bir gündən, gözəl bir xatirə olaraq mənim yaddaşıma həkk oldu. Eyni ilə sizə də təşəkkürlərimi bildirirəm və minnətdaram ki, belə bir gündə, belə gözəl bir şərait yaratdınız və bir tək mənə yox, məndən başqa da, yəni belə deyim, gənclərə irəli gəlməyə, tanınmağa, daha da motivasiya əldə etməyə şərait yaradırsınız. İnsanlarda yəni irəli getməyə, motivasiyadan qalmamağa üçün həqiqətən gözəl və gərəkli bir işdir belə çıxışlar. Çünki məsəl üçün mən bura gəldim və bura gələndə mən bir neçə gündür artıq yəni biraz həyəcan, biraz sevinç hissi məndə var ki, mən bura dəvət aldım. Demək ki, mən geridə qalmamışam. Yəni bu yolda şeir yazmaqla biraz da olsa irəliləyə bilmişəm ki, mənə dəvət gəldi. Və mənim üçün də xoş oldu ki, mən sevinə-sevinə bu günə hazırlaşdım və sevinə-sevinə gəldim. Belə gözəl bir yerdə, belə gözəl bir layihənin qonağı olmaq, belə deyərdim, bir parçası olmaq mənim üçün də çox gözəl və möhtəşəm oldu. Çox sağ ol, təşəkkür edirəm Rəsul. Və bizim deyilən məqsədimiz odur ki, sizin kimi gəncləri, necə deyim, çağırmaq, onlara motivasiya vermək, onları ruhlandırmaq. Çox sağ ol bir daha. Sağ olun, minnətdaram. Ümidvaram ki, bir sonraki çıxışımızda artıq bir sazım da var. Atam sağ olsun alıb, onu öyrənsəm ifa etməyi, burada gözəl bir saz havası, gözəl bir şeir, gözəl bir söz və daha geniş söhbətlər, daha geniş müzakirələrə toxuna bilərik, belə düşünürəm. Lap yaxşı, əla olar. Lap yaxşı. Əziz Radio Marneoli dinləyiciləri, bugünkü bizim bir həyat hekayəsi radio proqramının qonağı Rəsul Bayramov idi. Çox sağ olun bizə diqqət ayırdığınız üçün, bizi dinlədiyiniz üçün. Əziz dinləyicilər, sağ olun, sağlıqla qalın. Gələn görüşlərdə sizinlə görüşənədək. Sağ olun. Bu halka sağlığı sağlayabilir mi? Marneoli sağlığı